Kürdəmir rayonun Şilyan kəndidir. 3 kilovat, 3 kilobrot, 28 çaklı aparatımızda. Tokumuz hal-hazırda çox zəifdir. Demək görüm nə qədər göstər. At onu dayı, onu at. At toka baxım. 160, 163. 163'dan 3 kilovat işləyirsə, otumuz da hələ gəliz otdur. Baxın görünsə çayırdı. Kaş bunun toku güclü ola, canavar kimi doğruya. Belə də pis doğramır, baxın. Kürdəmir rayonunun Şilyan kəndidir. 3 kilovat, 3 kilobrot, 28 çaklı aparatımızdır. Gözə qalsın ha. Üstəne koyduğumuz inəyləydi. Kimə lazım olsa əlaqə saxlayın. Tokumuz da nazik xəttə qoşmuşuq. Baxın, yəni o xəttdən olmaz da belə almenlə qoşmaq lazımdır. Hal-hazırda zəif xəttə qoşmuşuq. Tokumuz da zəif 160, 170'dir. 170'den işləyir. Hayır, belə zəif tokdan nətər işləyir? Normaldır. Kaş toklar güclü ola, süper. At. Kürdəmir rayonu Şilyan kəndi inşallah. Ağca ilanımızda burada 652'miz. Kimə lazım olsa əlaqə saxlayın. Çatdırma pulsuzdur, 1 il zamanət və nol fazadır. At. Tok zəif olmağına baxmayaraq Usta Sərxan Biləçar balası 070 298 38 18. Bizim aparatımız zəif tokda da işləyir, güclü tokda da. Söhbət yox. Zəif tokda motora ziyandır, tez qızdırır. Amma güclü tok lazımdır ki motor qızmasın və tez doğrasın. Bak. Söndürme değil mi? Söndürme. Bayının tok zayıf değil, bir boğulu söndürmek istiyor ama yok. Bak. Kime lazım olsa əlaqə saxlayın.